Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay Thai Federasiyasının sədri Araz Musayev baş verən hadisə ilə bağlı danışarkən Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin adını çəkib. Araz Musayev yaydığı video açıqlamada bir sıra iddialar səsləndirib. Məni Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub. Adam Muay Thai Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur. Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım isə killer tutmaq olur, deyə Musayev bildirib. Məsələ ilə bağlı sosial şəbəkələrdə, ictimai sferada geniş müzakirələr yaranıb. Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Müsavat.com açıqlamasında Araz Musayevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Adil Əliyev deyib ki, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir. Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yol verilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz. Çünki bizim daim bir məqsədimiz olub, o da dövlətimizə, xalqımıza xidmətdir. Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm. Ancaq bildiyim odur ki, bu iyrənc yalandır. Əlbəttə ki, məni tanıyan kimsə bu yalana inanmır. Adil Əliyev həmçinin deyib ki, əslində Araz Musayev bu açıqlamasıyla özünü ifşa edir. Çünki hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda Araz Musayev tələm-tələsik niyə mənim adıma hallandırır? Deməli, ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır. Xatırladaq ki, mayın 28-də Türkiyənin Antalya şəhərində iki qrup arasında baş verən insident zamanı Muay Thai Federasiyasının prezidenti 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb. O dərhal təcil tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.